Salam, hər vaxtınız xeyir olsun. Günəşin mətbəxinə xoş gəldiniz. Bugün mal dilindən çox dadlı xaş hazırlayacağım. Mal dilini yuyub, doğrayıb qazana əlavə etdim. Üzərinə su, duz əlavə edib qaynadıram. Ətin tamı dəyişməsin deyə mən sadəcə duz əlavə etdim. Ət qaynara düşdükdə üzərinin kəfini yaxşıca yığıram. Ət biraz qaynadıktan sonra 3 ədəd xırda soğanı ortadan 2 yerə bölüb onu da qazana əlavə edirəm. Ət bişdi, ləyənə əlavə edirəm. Təmizləyib təkrardan qazana əlavə edirəm. Ətin suyunu da ət süzəndə üzərinə süzüb ocağa qoyub bir 5 dəqiqə bişirib götürürük. Mal dilindən çox dadlı xaşımız hazırdır. Bişirən hər kəslərə nuş olsun. Dəyərli vaxtınızı ayırıb kanalımı, videolarımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun. Allah'a əmanət olun.